Salam dostlar. Bu intonasiya söhbətləri şeirdə ən çətin məsələnin ən çətin tərəfidir. Çünki o qədər ələ gələn deyil və hiss eləməyən insanlara başa salmaq o qədər də asan deyil. Ona görə də mən ikinci buraxılışla intonasiya söhbətlərini yekunlaşdırmaq istəyirəm. Ən vacib məqamı qeyd edeyim ki, yəni yeni intonasiya gətirmək üçün ədəbiyyata böyük sənətkarlar həmişə klassika ilə cəng-cidaya çıxırlar. Çünki klassikada bunlar çox güclüdür də. Elə bil sözün o gül yerini dərib götürüblər və zaman-zaman böyük sənətkarlar işləyiblər oralarda və bizə elə bil, xüsusən heca və əruzda da bizə elə bil o artıq söhbətlər qalıb da, elə bir nəhəng bir partlayışın uçqun yerləri bizə qalıb. Yəni ona görə çox çətindir bu məsələlərə girişmək və modern şeir əslində, modernizm əslində bu ehtiyacdan yarandı. Məsələn, Nazim Hikmət başa düşdü ki, Füzulinin polyasında oynamamaq ən gözəlidir. Oynamırsan orada, çünki uduzmaq an məsələsidir. Eyni zamanda sərbəst şeirə, bizim klassik aşıq şeirindən gələnlər də başa düşdülər ki, Aşıq Ələsgərlə, Abbas Farqallı ilə bu polyada oynamaq Səməd Vurğunun özü ilə çox çətindir. Səməd Vurğunun özü intonasiya axtarışlarında, məsələn, klassik aşıq şeirinin qarşısında xeyli əziyyət çəkib. Zaman-zaman pek kimi fırlanıb onların təsirinə düşüb. Ona görə intonasiya axtarışları ədəbiyyatın ən funksional tərəfidir. Mən bunu indi keçən dəfə 11-lik hecada, bu dəfə 8-likdə izah eləməyə çalışacağam. Məsələn, Ramiz Rövşənin bir misrasından, bir bəndindən başlayaq. Ha çağırsan, a baxta baxt, qulundan evci quran uşaq sularda batana baxmaz. Görürsünüz ki, tamamilə yüngül, zamana uyğun bir intonasiyada, eyni zamanda qafiyə sistemini də dəyişir, mövzunu da çimərliyə gətirir və mövzu da olaraq Gəraylının içinə bir demək, tamamilə modern komponentlər qarışdırır. Ancaq o çox usta olduğu üçün bunlara gəraylı demir. Çünki bilir ki, birinci növbədə intonasiya baxımından gəraylıya, ənənəvi gəraylıya uduzacaq. İkinci də mövzu olaraq, deməli, saz üstə yazılmayıb, intonasiya olaraq saz üstə yazılmayıb, intonasiyası yüngüldür, zamanımıza uyğundur və mövzusu da daha çox modern mövzular gətirib ora. Bu əslində Eldar Baxışdan mənə elə gəlir əvvəl başlamışdı. İndi Ramiz müəllim iddia edir ki, o başlayıb bu şeyləri. Mən mübahisə eləmək istəmirəm. Ancaq məncə Eldarda, körtəbii şəkildə Eldarda başlamışdı. Eldar Baxışda Ramiz Rövşən sonra bunun nəzəri əsaslarını bildiyinə görə bu nəğmələr üzərində ciddi dayandı və 8-liyə yeni intonasiya məsələsi Ramiz müəllimin adı ilə bağlandı. Eldarın məşhur şeiri var Məhəmməd Hadiyə. Bir şairi öldürdülər bir şəhərin ortasında, ölkə bilmədi. Məsələn, klassik intonasiyadan fərqlənsə də Ramiz